Bundan əlavə. Qulaq asırsınız? Cahilliyi üzr sayanlar, İndi mən çıxmışam, o insana söhbət eləmirəm. Ümumən təkfirçilərin şübhəsiz deyə söhbət edirəm. Xafi məsələlərdə üzr görür yoxsa yox? Bir də deyirəm. Təkfirçilər xafi məsələlərdə üzr görür yoxsa yox? Görür. Hamısı çünki labüddür görsün. Düşər cəncələ çıxa bilməz. Altında elə şeylər var ki, çıxa bilməz yəni. Onunla da məhv olar. Labüddür. Desin ki, bəli, məsələ xafidir, ona görə üzürdür. Və o məsələni söhbət etmirəm. Məsələləri xafi, zahir adlandırmaq, o məsələni söhbət eləmirəm. Hansı əsasdan adlandırdın zahir, zahir niyə oldu, xafi niyə oldu, bəlkə bu zahirdir, bəlkə bu xafidir, saxlayıram. Özündən oyun çıxartmısan. Şəriətdə olan məsələləri iki yerə bölmüsən, xafi, zahir. Birinə bu ad qoymuşsan, birinə bu ad. İndi xafiyə deyirsən ki, üzürdür. Xafi məsələlərində üzr görür yoxsa yox? Bilməməzliyi. Murciədir? Niyə yox? Cahili görürsən də üzr. Başa sala bildim? Üzrlə ircalığın əlaqəsini izah eləmək istəyirəm ki, yoxdur qardaş. Başa sala bildim, dedim istəyirəm. Xafi adlandırmısan və deyirsən ki, burada cəhalət üzürdür. Murciəsən. Mən zahirdə üzr sayıram. Sən xafidə üzr sayırsan. Halbuki elə söhbət yoxdur. Xafi zahir. Nisbidir bu. Yox, bu barədə o qədər danışmışam, indi danışmaq istəmirəm, söhbət uzanır. Sən cəhaləti üzr görənləri murci adlandırırsan. Bizə bəl'amlar deyirsən, cəhmilər deyirsən, cəhalət üzr sayırsan. Özün cəhalət üzr sayırsan sən. Amma adını qoymusan nə? Xafi. Göz canımı qurtarmısan ki, murciəsən də sən də onda. Əgər mən murciyəyəmsə, sən də murciyəsən onda, xafidə üzr sayırsan sən. Başa salıb bildin? Tayyib.